Qubadlı rayon Hafiz Quliyev adına Çaytumaz kənd məktəb liseyində uzun illər müxtəlif vəzifələrdə çalışmış Qarabağ müharibəsi veteranı İnanəddin Məhiyyəddin oğlu Məhiyyəddinovun anadan olmasını 75 illik yubiley münasibəti ilə tədbir keçirilib. Tədbirdə yubilyarın həyat yolundan bəhs edən videoçaq nümayiş olunub, şeirlər söylənilib, musiqi parçaları ifa edilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək bildirib ki, İnanəddin Məhiyyəddinov 12 yanvar 1951-ci ildə Qubadlı rayonun Çaytumaz kəndində anadan olub. O 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla doğma Qubadlının Çaytumaz məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Qubadlı rayonunda Əkbər Abdullayev adına kolxozda sədr vəzifəsində təyin olunan Məhiyyəddinov 1992-ci ildə Qubadlı rayonunda fəaliyyət göstərən Özünü Müdafiə batalyonunda komandir müavini vəzifəsində çalışıb. 1995-ci ildən 2001-ci ilədək Qubadlı rayonu Həmzəli kənd ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində, 2001-ci ildən 2005-ci ilədək Qubadlı rayonu Kavdadıq kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2006-cı ildən 2016-cı ilədək Xıdırlı kənd tam orta məktəbində direktor vəzifəsində çalışıb. Elə həmin ildə də təqaüdə çıxıb. Digər çıxış edənlər İnanəddin müəllimin şərəfli ömür yolundan və döyüş yolundan bəhs ediblər və yubilyarı təbrik edərək ona möhkəm can sağlığı arzulayıblar. Sonda yubilyar İnanəddin Məhiyyəddinov çıxış edərək tədbirin təşkilinə və göstərilən diqqət qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra tədbirdə şeirlər söylənilib, musiqi parçaları ifa edilib.